Brelokda bir hərfi var. Elə gəlir ki, basan kimi qapılar açılacaq. Xeyr, təəssüf ki, bütün funksiyalar arxa tərəfdədir. Burada bir hərfi funksionalsızdır. Amma burada başqa məsələ var. Görürsünüz sürətlər qutusunun selektorunu. Bəli, sürətləri dəyişmək üçün bu düyməni basmaq lazım olacaq. Artıq səs-küy bizə mane olmur, sakitcə danışa bilərik. Yeri gəlmişkən şüşələri qaldırdıq və burada bir düymə var. Bir düyməni basmaqla bütün şüşələri siz aşağı salıb yenidən qaldıra bilərsiniz. Gördüyünüz kimi tam elektron, siz gördüyünüz kimi müasir bir orta paneldir və skrin düyməsini basmaqla əgər siz istəmirsinizsə belə müasir olasınız, analog cihazlar görürsünüz, onlara baxmaq istəyirsiniz, özünüzü Bentley boy kimi təsəvvür edirsiniz və yenidən qaytara bilərsiniz. Yenə də olacaq elektron. Bəli, yəqin ki, artıq yoruldunuz, ya analog ya da ki, elektron cihazlardan siz sadəcə mühərriki söndürürsünüz və görün nə baş verir.